İradə müəllimə, Bəli. Dərs prosesində şagirdlərin öyrənməsini necə təmin edirsiniz? Deməli, şagirdlərin öyrənməsini təmin etmək üçün ilk əvvəl mən dərs ilinin əvvəlində sinifdə deməli, prosedur, gözlənti qaydalar qoyuram ki, onlar, yəni sinifdə şagirdlərə mən rahat dərsimi keçib, öyrədə bilim də, yəni xaotik səs-küy olmasın. Hı. Buna görə mən əvvəldən belə prosedurlar, qaydalar, gözləntilər şagirdlərimdə qoyuram və artıq Hı hı. ona görə də mən, dərsimi başlayanda bu barədə rahat oluram. Və dərsimi, ilk öncə əvvəlki gündən dərsimin planını hazırlayıram və bu plan bilirik ki, bizim yol xəritəmizdir. Plansız dərs, çətindir. Müəllim plan əlində, icmal əlində dərsə daxil olanda həm özünü rahat hiss eləyir, həm vaxtına normal qənaət etmiş olur, həm şagirdlərə, belə deyək, şagirdlərin potensialına uyğun suallar hazırlanmış və s. Yəni bu istiqamətdə planım əlimdə daxil oluram. Və ilk öncə sinif daxil olanda mən başlayıram alt standartımı lövhəyə yazıram və yaxud da şagirdlərə bildirirəm və burdan aldığım məqsədi onlara çatdırıram. İzah eləyirəm ki, yəni bu məqsədə uyğun biz dərsin sonunda nəticələrə çatacağıq. Ondan sonra qiymətləndirmə meyarlarımı da onlara elan eləyirəm. İş formaları, resurslarımı, inteqrasiyamı qısa şəkildə ya PowerPoint-da paylaşıram, ya da ki, onlara elan eləyirəm. Belə deyək də, şifahi şəkildə və dərsə cəlb etməklə başlayıram dərsimi ilk öncə. Yəni motivasiya yaradıram və çalışıram ki, motivasiya qısa olsun, hardasa 3-5 dəqiqə ərzində onları onlarda dərsə maraq oyadacaq suallar hazırlayıb verirəm və yaxud strategiyalardan istifadə edirəm, müxtəlif iş üsullarından istifadə edirəm və buna uyğun olaraq da iş formaları seçirəm. Ya cütlərlə verirəm, ya kollektiv şəkildə iş üsullarını onlara təqdim edirəm və yaxud da suallarımı təqdim edirəm və çalışıram ki, onların maraq dairəsinə uyğun seçmiş olan ya strategiyamıdır, ya da suallarımıdır, belə. Sonra isə şagirdlərin sinifdə olan diferensiallığını nəzərə alıram. Təbii ki, onlara araşdırma, belə deyək də, suallarını paylaşıram. Onlar bu işə, belə deyək də, vaxt verirəm. Həmən o araşdırma suallarımı və yaxud da iş vərəqlərində olan o sualları işləyirlər. Sonra o işə uyğun olaraq mən onların izahlarına qulaq asıram, özümdə qeydlər aparıram, hansı yanlışlıqlar var, amma müdaxilə etmirəm. Daha sonra isə izahat mərhələsində, onda onların ilk öncə başlayıram, orada olan yanlışlıqlar ki var, onları istiqamətləndirici suallar verməklə həmən yanlışları düzəltməyə. Və bundan sonra mövzunun müəyyən izahatlarını özüm çatdırıram, müəyyən əlavə informasiyalar verirəm. Lövhədə mövzudan asılı olaraq da video orada paylaşıb göstərə bilərəm, sxem üzərində, tablo üzərində və yaxud da ələ markerlə orada dərsimin əsas yerlərini izah edə bilərəm. Ondan sonra möhkəmləndirmə mərhələsində şagirdlərə görün bu mövzunu, izahatı necə anlayıblar, bununla bağlı tapşırıqlar verib, dərsi möhkəmləndirərəm daha doğrusu. Daha sonra refleksiya mərhələsində isə tapşırıqlarda möhkəmləndirmə mərhələsində yenə də diferensial quraram. Hər şagirdin özünün bacarığına uyğun olan tapşırıqlar təbii ki, təqdim edərəm. Sinifə təqdim edərəm, ya da ümumi şəkildə, kollektiv şəkildə. Kim hansı tapşırığı bacarır, o tapşırığı seçib işləyər və buna uyğun o cavablar qiymətləndirilir, yəni cavablar deyilir, mən də onlara öz fikrimi bildirirəm və refleksiya mərhələsində də ya refleksiya orada suallarla müzakirə eləyirik ki, yəni biz bunu necə başa düşdük, bu dərsi necə anladım və yaxud da 3-2-1 üsulundan istifadə edirəm, çıxış bileti üsulundan istifadə edirəm, işıq fordan istifadə edirəm, rubriklərdən istifadə edirəm, refleksiyamı qururam və sonda, məsəl üçün, tutalım ki, şagirdlərə
3-2-1 üsuluna vermişəm və baxıram ki, əksər şagirdlər dərsi belə deyək də, sinifin biraz müəyyən faizi dərsi yaxşı anlamayıb. Onda mən o növbəti dərsdə yenidən o dərsin üzərində şagirdlərlə çalışıram və yaxud da az bir qism anlamayıbsa, onlarla əlavə məşğələ təşkil edib çalışıram ki, dərsləri, mövzunu onlara mənimsədim. Hə, İradə müəllimə. Biz Bəli. dərsi necə qurursunuz sualına cavab verdi. Eləmi? Artıq dərsin gedişatını siz danışdınız tamamilə başdan ayağa qədər. Hə, bu dərsin qurulmasıdır Qurdum ki, dərs. Bəli. hə, dərsi qurduz əməlli başlıca. Hə. Hə, öyrənməni Çalışdım təmin qısa etmək üçün. şəkildə quram, nəsə qurdum. Hə, Mən belə anladım dərsi aha. qurmaq. Necə qurursunuz? Yəni belə quraram. Hə, dərsin quruluşu bu cürdür. Öyrənmənin təmin olunması, yəni şagirdlərin öyrənməsini necə təmin edirik? Birinci, Hə, şagirdlərin düzgün planlaşdırma. bəli, planlaşdırma, Aha. məqsədim, yəni alt standartım, alt standartdan çıxardığım məqsədim və ondan sonra şagirdlərin öyrənmə potensialına uyğun olaraq tapşırıqlar verirəm. Və yaxud ondan da qabaq, bayaq dediyim kimi də Hə, motivasiyamı yaradıram. Belə. buna qısa şəkildə bilirsiniz necə cavab veririk? Yəni demirəm cavabımız səhvdir. Mən diqqət elədim, elə bil ki, hardasa bir 4 dəqiqə cavab verdik 4 dəqiqə ərzində. Bunu qısa şəkildə deyirik ki, öyrənməni təmin etmək üçün, yəni şagirdlərin hər birisinin öyrənməsini təmin etmək üçün birinci dərsimi planlaşdırıram. Əgər planlaşdırma varsa, burada mənim aydın məqsədlərim var. Məqsədi dərsin əvvəlində şagirdlərimə bildirirəm və həmin məqsədlərin əhəmiyyətini şagirdlərə çatdırıram. Şagirdlərin diqqətini dərsə cəlb edirəm. Hər zaman dərsdə şagirdləri müşahidə edirəm. Lazım gələrsə konstruktiv rəylərlə onlara inkişafa doğru yol göstərirəm. Bundan əlavə, həm də ən birincisi, mən şagirdlərimə differensial yanaşıram. Əgər differensial yanaşma varsa, hər kəs öz potensialına, maraq dairəsinə, hazırlıq səviyyəsinə uyğun, öyrənmə tərzinə uyğun tapşırıqları işləyəcəkdir. Bu da onların dərsdə effektiv şəkildə məqsədə çatmasına səbəb olacaqdır. Yəni bu cür deyə bilərik. Yaxşımı? Yaxşı. Hə. Biri var dərsin qurulması, bir də var öyrənməni təmin etmək üçün. Öyrənməni təmin etmək üçün ən vacib məqam differensial yanaşmadır. Düz deyilmi? Yəni planlaşma varsa effektiv planlaşdırmadan söhbət gedir. Artıq orada differensiasiyanın təminatı var. Yəni məzmunun, nə bilim, prosesin, tapşırıqların şagirdin potensialına uyğun olaraq tənzimləməyimiz var. Bəli, doğrudur. Doğrudur. Bəs cəlb etmə, maraq oyatma mərhələsinə nə qədər vaxt ayırırsınız? Onu da bayaq izahda dedim, 3-5 dəqiqə. Yəni bir 45 dəqiqədirsə çalışıram burada, yəni çox vaxt orada aparmayaq. Çünki burada izah lazım olmur da. Burada Bəli. şagirdlərə ancaq biz müəyyən uyğun, düşündürücü, onlara maraqlı gələn suallar verirəm və yaxud da bir şəkil paylaşıram, video paylaşıram. Kiçik tədqiqat sualı verirəm. Ondan sonra dərsimizin digər mərhələlərini davam etdiririk. Doğrudur. Çünki maraq oyatma, yəni motivasiya mərhələsinin əsas məqsədi şagirdlərin diqqətini dərsə cəlb etmək. Dərsə cəlb etmək. Dərsə həvəs yaratmaqdır. Yəni burada biz izah etmək, şagirdə nə isə öyrətmək deyil məqsədimiz. Sadəcə cəlb olunmadır. Bu da düşündürücü suallarla təbii ki, həmin verilən suallar da məqsədə uyğun olmalıdır. Məsəl üçün deyək ki, bu gün Səfəvilər dövlətinin yaranması və yaxud da ki, Şah İsmayıl Xətai haqqında dərsimizi keçirik. Belə bir sual verirəm. Hələ heç bir məlumatı yoxdur şagirdin. Deyirəm uşaqlar, bax təsəvvürünüzə gətirin ki, 12 və yaxud da ki, 10 yaşınız var. Hökmdar seçilmisiniz. Nə edərsiniz? Bax bu yaşınızda nə edərsiniz? Və yaxud da ki, görəcəyiniz ilk iş nə ola bilər? Və yaxud da mən biologiya müəllimiyəm də, tutalım ki, verərəm bir dənə video çarx, oradan sonra sual verirəm, tədqiqat sualı. Və yaxud da bir şaxələndirmə üsulundan istifadə edərəm. Qoyaram bir də, məsələn,
11-ci sinif mövzumuzda var, ekoloji problem. Şagird də şaxələndirə gedər özü ki, hansı Aha, ekoloji klasterlər. problemlər. Klaster üsulundan istifadə Klaster, edə bilərik, bəli. Və yaxud da ki, deyirəm ki, çirklənmənin uşaqlar qarşısını almaq üçün nələr edərdiniz? Hər kəsdən cavab alırıq. Burada demirik ki, filan kəs doğru dedi, filan kəs yanlış dedi. Hər öz Sadəcə fikrini məqsəd şagirdlərin diqqətini dərsə dərsə toparlamaqdır. Bəli, əgər aha, Bəli. əgər motivasiya düzgün şəkildə təşkil olunursa, deməli bizim məqsədə çatmağımız da daha uğurlu olacaq. Düz deyilmi? Düzdür, bəli. Çünki şagirdlərin diqqəti artıq dərsdədir. Yəni cəlb etməni də nəyə bənzədirlər? Qığılcıma. Hə, qığılcım yaradır. Elə bil ki, Deyirdi ki, şagirdi qarmağa keçirtmək. Qarmağa Qarmağa keçirmək, bəli. keçirtməkdir. Bəli, o balığı ki, necə qarmağa keçirirlər, o qarmaqdan balıq çıxası deyil axı, düz deyilmi? Çıxa bilməz. İndi şagirdi də dərsə necə cəlb ediriksə, necə həvəs yaradırıqsa, artıq o istəsə də o prosesdən ayrılmayacaqdır. Düzdür. Bəs İlham müəllimə, şagirdlərlə nə zaman, üzr istəyirəm İradə müəllimə, şagirdlərlə nə zaman fərdi söhbət aparırsınız? Şagirdlərlə fərdi söhbət aparıram, hər zaman aparıram. Yəni fərdi söhbət aparmaq o deyil ki, mən onları cəzalandırmaq üçün və yaxud da nəsə hədə qorxu gəlmək üçün aparıram. Xeyr. Onlarla daima bu söhbəti aparıram. İstəyir dərslə bağlı olsun, istəyir davranışla bağlı olsun. Ümumiyyətlə, hər bir fasilitator müəllim şagirdlərlə fərdi söhbətlər aparmalıdır və çalışmalıdır ki, bu fərdi söhbəti aparan zaman şagirdin həm maraq dünyasını, həm onların fərdi öyrənmə tərzlərini bir vasitə kimi dəyərləndirsin və elə tədrisin ilk günlərindən də onlarla əlaqə saxlasın. Yəni müəllim fərdi söhbəti nəyə görə aparır? Ona görə aparır ki, anlasın ki, görək məsələn onun dərs dediyi şagirdlərin nəyə həvəsi var, hansı sahəyə daha çox onların marağı var. Və dərs boyunca da izləyir ki, o potensialı necədir. Məsəl üçün deyirəm, nümunə kimi ki, bu şagirdləri hətta müxtəlif müsabiqələrə və yaxud da fənn olimpiadalarına cəlb edir, nəsə bir şey görəndə belə sonradan fərdi söhbət edib yönləndirmək olar. Və ya hər bir şagirdə, yəni təhsil istedadlı şagirdlər demirəm, eləcə də zəif qavrama olan şagirdlər var ki, onların da maraq dairəsini öyrənirəm ki, görüm onların daha çox nəyə maraq və nə üst ola bilsin ki, onlar izahla yox, məsəl üçün onlara maraqlı nə gəlir, o üsulla onlara dərsi başa salım. Belə həmçində onların uğurlarını olaraq, kiçik uğur da olsa onlara belə də vurğulayaram. Fərqi yoxdur. Bütün şagirdlər, utancaq şagirdlər, nə bilim, qavrama qabiliyyəti zəif olan şagirdlər hamısının, onların hər birinin uğurlarını qısa da olsa, kiçik də olsa uğurları varsa mən onları dəyərləndirərəm. Və belə çalışaram ki, şagirdlərimdə ruh düşkünlüyü olmasın. Yəni hər hansı bir çətinliklərini mənlə bölüşsünlər. Mən də onlara istiqamət verim, kömək eləyim. Bu mənim özümün də motivasiyamı artırır. Yəni ki, belə, yəni ki, çalışan mənim üçün əsas vacib fərdi söhbət ona görə aparmaq lazımdır ki, mən şagirddə hər hansı bir problemi üzə çıxardım. Hər bir cəhətdən, həm davranış, həm oxumaq, dərsə davamiyyət, hər bir cəhətdən şagird başa düşsün ki, mən ona dəstək olmaq istəyirəm. Bəli, yəni fərdi söhbət təkcə arzu olunmayan davranış nümayiş elətdirəndə olmur. Biz fasilitator müəllim rolunu həyata keçiririk. Fasilitator müəllim də tədqiqatçı olur, düz deyilmi? Araşdırır, şagirdini araşdırır, hə. Deməli, şagirdini araşdırır və onu daha yaxından tanımağa çalışır. Maraqları haqqında, yəni bu şagirdin marağı nəyədir, öyrənmə tərzi nədir? Yəni hər tərəfli şagirdi ilə söhbət aparır. Uğurları olan və yaxud da ki, formativ qiymətləndirmə nəticəsi, summativ qiymətləndirmə nəticəsini də şagirdlərə biz fərdi şəkildə deyirik. Konstruktiv rəylərimizi şagirdə
fərdi şəkildə deyirik. Düz deyilmi? Bircə dəqiqə üzrə hesab edin. Aha. Fərdi söhbət müəllimə, yəni yalnız dərs zamanı yox da, yəni dərsdən sonra da aparılır. Bəli. Hər tərəfli fərdi söhbət etmək lazımdır Doğru. şagirdlə. Doğrudur. Yəni birinci o müsbətləri deyirik. Yəni ki, maraqları ilə tanış olanda və yaxud da ki, uğurlarını vurğulayanda formativ qiymətləndirmə nəticəsi haqqında söhbət aparırıq, summativ qiymətləndirmə haqqında şagirdlə söhbət aparırıq. Bundan əlavə arzu olunmayan davranış sərgiləyəndə də biz şagirdlərimizlə fərdi şəkildə söhbət edirik. Bunu digər şagirdlərin yanında yox. Şagirdin inkişafa ehtiyacı olan tərəflərini mütləq şəkildə şagirdin özü ilə birgə söhbət apararaq ona bildirmək və ona düzgün şəkildə yol göstərmək lazımdır. Yəni müsbətləri birinci deyirik, daha sonra yəni nə zaman fərdi söhbət etmək lazımdırsa, onları vurğulaya bilərik. Bəs fənnimizə uyğun bir konstruktiv rəy deyə bilərikmi? Fənnimə uyğun konstruktiv rəy. Məsələn, bizə verilən mövzulara uyğun birindəyim. Tutalım ki, belə, deməli, ATF-in sintezi mexanizmini ardıcıl olaraq belə deyək, təqdim edirsən, lakin burada enerjinin ayrılma miqdarı ilə bağlı çətinlik çəkirsən. Buna görə də səhifə 41-də ATF-in sintezi mexanizmi sxeminə diqqətlə bax və orada enerji miqdarlarını öz cavabına qeyd et. Olar belə bir şey. Səhifəni deməsək də olar, elə nəyə müraciət eləmək İkinci lazımdır? mövzu, dərslikdə ATF-in sintezi mövzusunda olan sxemə. Sağ ol, bəli, düz. Yəni şagirdin doğrularını da deyirik, yanlışını da deyirik. Əsas məsələ budur ki, görək müəllim konstruktiv rəy deyə bilir, yoxsa yox. Belə, İradə müəllimə, çox sağ olun, təşəkkürlər. Sonra İranə müəllimə. Bəli, müəllimə. İranə müəllimə, müəllimin hansı yanaşmaları var? Deməli, müəllimin 2 dənə yanaşması olur. Reaktiv yanaşma var, reaktiv müəllim var, proaktiv müəllim var. Reaktiv müəllim odur ki, plansız, hazırlıqsız hərəkət edən müəllimdir. Onun sinifdə aydın gözləntiləri, qaydaları və proseduru yoxdur. Reaktiv müəllim intizam pozuntusu baş verməmişdən əvvəl heç bir profilaktik tədbir görmür. Amma proaktiv müəllim bunların əksidir. Nizam intizamlı olur, planlı şəkildə hazırlıqlı gəlir dərsinə. Problem qabaqcadan fikirləşir ki, problem baş verə bilər. Onun qarşısını almaq üçün tədbirli müəllimdir. Proaktiv müəllim. Elə ən yaxşı müəllim də proaktiv müəllim. Yanaşmadır, bəli. Doğru. Bəli, proaktiv yanaşmadır. Bəli, proaktiv müəllimin sinifdə gözləntiyi qayda, prosedurları olur. Hər hansı bir problem baş verməmişdən əvvəl müəllimin önləyici tədbirləri olur. Ki, yəni konflikt baş verərsən sanki yanğını söndürəndir də belə. Bəli. Doğrudur. Yanğın söndürməyə sərf etdiyi halda proaktiv müəllim təhlükəsiz, şagirdlərini qoruyan, müsbət öyrənmə mühiti quran müəllimdir. Doğrudur. Reaktiv müəllim yanaşması. Müəllimə, bunu demək olar. Bunların əksidir. Bir dənə də var idi, liberal müəllim. O üslublar, müəllimin üslubları. Biri demokratik üslub, avtoritar üslub, bir də liberal. Demokratiki də demək olar da, demokratik üslublu müəllim, proaktiv yanaşmalı müəllim. Onlar uyğundurmu bir-birinə? Bəli, doğrudur. Baxın, reaktiv müəllim. Mən oxşadıram, var. Doğrudur. Reaktiv müəllim nə deyir? Problem baş verəndən sonra düşünür ki, mən bunu necə həll edim? O zaman da artıq buna emosiyalarla cavab verir. Emosiyalarla reaksiya verir. İşdən keçmiş olur, hazırlıq. Qışqırmaqla, səs tonunu qaldırmaqla, şagirdi təhdid etməklə və beləcə də nə baş verir? Sağlam psixoloji mühit pozulur. Düz deyilmi?
pozulur, Aha, daxili insan yaranmır. Elə bil aha, ki, uşaqlar qorxur. bəli, Əsl avtoritar müəllim bəli, rejimi kimi. bəli, doğrudur. Yəni burada da o dərsin də heç bir Bəli, keyfiyyəti olmur. Şagirdlər, bəli. yəni necə deyim, onlarda daxili motivasiya da formalaşmır. Sadəcə olaraq deyək ki, qorxusundan sakit dururlar ki, deyilmi? Qorxularından Müəllimdən otururlar. bəli, Bəli, doğrudur ki, müəllim nəsə baş verəcəkdir, uşağa bilirəm. kobud ifadələr söyləyəcək və yaxud da ki, səs tonunu qaldıracaqdır. Belə. İranə müəllimə, və şagird sizə sual verir. Bəli, O sualı necə bəli. cavablandırırsınız? Deməli, müəllimə, şagirdlərin suallarına ilk növbədə cavablandırmaq lazımdır. Əgər necə olursa olsun cavablandırmağa çalışmalıyıq. Əgər bir tərəfli qalanda da şagird artıq qapalı düşüncə tərzinə keçir, Hı hı. pərt olur da elə bil sanki. Yəni situasiyanın gedişindən asılı olan müxtəlif strategiyalardan istifadə etmək lazımdır. Əgər dərsin bitməsinə çox az vaxt qalıbsa da, istisna hakimi sualı birbaşa özüm cavablandıra bilərəm. Hı hı. Lakin şagirdlərin fikirləşməsinə, onların təfəkkürünün daha yaxşı inkişaf etməsi üçün onları fikirləşməyə cəlb edərəm. Hı hı. Sonra digər bir effektiv yanaşma kimi şagirdi müvafiq mənbə və resurslara yönləndirərəm ki, bu da onda müstəqil öyrənmə və informasiya bacarıqlarının formalaşmasına gətirib çıxarar. Hı hı. Ümumiyyətlə strategiyaların hansından istifadə etməyimizdən asılı olmayaraq əsas prinsipim odur ki, şagirdin sualı heç bir halda cavabsız qalmasın. Hı. Dediyim kimi o qapalı düşüncə tərzinə keçər, özün pis hiss eləyər, pərt olar. Ümumiyyətlə əgər sualı belə də deyə bilərik ki, ikimiz birlikdə bu mövzu ilə araşdırma aparaq, Hı hı. dərs başlayan kimi də həmin suala müəllim hökmən deməlidir ki, uşaqlar həmin sualla araşdırma apardınızmı? Hökmən deməlidir. Əgər deməsə bu müəllimin minus xüsusiyyəti kimi qarşılana bilər. Hı. Bu belə. İranə müəllimə, baxın, deməli, sualı müxtəlif strategiyalarla cavablandırırıq. Dərs prosesinin bitməsinə çox az qalıbdırsa, birbaşa cavabı deyə bilərik. Çünki vaxtımız yoxdur da, düz deyilmi? Amma ki, Bəli. bu o qədər də effektiv deyil. Çünki müəllim cavabı hazır şəkildə şagirdə deməməlidir. İndi baxır da, yəni ki, istisnalarımız olur. Bəli. Amma şagirdin cavabı Amma özünün kiçik tapmasına. ipuçları ilə verə bilər. Bilirsiniz necə? Sual veribdir mənə. O sualı hissələrə bölərək addım-addım şagirdin tapmasına şərait yarada bilərik. Bəli. Bu bir üsul. Bəli. Daha sonra sinifə müraciət edə bilərik həmin sualla. Birgə müzakirə Bəli, aparılsın. ki birgə müzakirə aparaq. Bu da bir üsuldur. Sonra şagirdin özünə mənbə göstərə bilərik ki, məsəl üçün, get filan yerdən bu Bəli. sualın cavabını tapacaqsan. Ola bilər ki, Bəli. bu sual ətrafında, məsəl üçün, hər hansı bir bacarıq formalaşdıracaq yaxın günlərdə. Müəyyən həmin müddətə qədər o sualın cavablandırılmasını biz təxirə sala bilərik. Sonra deməli başqa sualı özümüz məsəl üçün deyirik ki, sən də araşdır, mən də araşdırım, bir yerdə müzakirə apararaq elə nə isə əldə Bəli. etmiş olarıq. Amma fərq eləmir, yenə elə sizin vurğuladığınız kimi hansı strategiyadan istifadə etməyimizə baxmayaraq şagirdin sualı cavabsız qalmamalıdır. Baxmayaraq, Çünki heç bir cavabsız bir qalsın. insan Çünki qapalı tərzdə keçər. aha, həm qapalı düşüncə tərzi, bir də şagird mənə sual verməyəcək. Mənə sual verir, mən ona cavab vermirəmsə, bir daha məndən heç nə soruşmayacaqdır. Amma ki, deməli, Müəllim, şagird fikirləşə bilər, müəllim heç nə sualıma cavab verə bilmir.
bilmədi. İndi Yəni o bir özü bilmədi, cavab düşünər, vermədi. indi nə Belə bilim, də fikirləşə düşünə bilər. də bilər. Bir də ki, Bəli, deməli şagird sual verirsə, nə isə öyrənmək istəyir də. Yəni öyrənmək istəyən sual verir də. bəli, Öyrənmək istəməyən niyə sual versin ki? Düz deyilmi? Deməli müəllim bəli, görməlidir ki, bəli, şagird mənə öyrənmək sual istəyir, verir. sual verir. Məndən nəsə istəyir, öyrənmək istəyir bu. Ona görə də istənilən halda Bəli, şagirdin sualı cavabsız qalmamalıdır. cavabsız Məqsədi, qalmamalı. İrani müəllim, şagirdə nə zaman deyirsiniz? Məqsədi dərsin əvvəlində. Bəli, dərsin əvvəlində. Bir Yəni dərs üçün neçə məqsəd? daxil olub dərsin əvvəlində yazı taxtasına onu yazırıq. Ondan sonra bir dərsdə minimum 1, maksimum 3 Hı, məqsəd bəli. götürülə bilər. Aha, lövhəyə yazmağın bilirsiniz necədir? O dərəcədə də əhəmiyyəti yoxdur ki, ay mən lövhəyə yazmalıyam, bu şərtdir, bu vacibdir. Yox. Şifahi də deyə bilərik. Əsas məsələ nədir? Amma Şagird yazanda da içəriyə kimsə də daxil olanda, yəni bilinir ki, yəni dərs keçirəm də o baxımdan. bu biraz formal da ola bilər ki, müəllim yalana məqsəddə yaza bilər İrani müəllimə, düz deyilmi? Gözdən Yəni pərdə asmaq üçün. bəli. Amma ki, məqsədi deyirik şagirdə. Əmin olmalıyıq ki, şagird onu başa düşüb. Yəni bəzən yazırıq lövhəyə, heç mənasını da anlamır uşaq. Görə müəllim ora nə yazıbdı. Və yaxud da ki, şifahi şəkildə deyirik, yenə də uşaq başa düşmür. Əsas məsələ nədir? Bəli, Anlasın, əhəmiyyətini bilsin ki, mən bunu niyə öyrənirəm? Bu nədir? Bu gün bəli. dərsin sonunda nə əldə edəcəm? Mən Yəni nələrə sahibəm, mən nəyə anladım, bəli. hansı iş üsullarından, hansı iş formasından mənə daha aydın gəldi dərs. O bilir də, artıq özünü tanıyacaq ki, mənə necə dərs keçəndə mən daha yaxşı dərk eləyirəm. Hı -hı. Bilirsiniz necədir? Bax deyirəm ki, bu gün biz balığın daxili orqanlarını müəyyən etməyi öyrənəcəyik və yaxud da ki, tənəffüs sistemini izah etməyi öyrənəcəyik. İndi baxırdı biologiyada çiçəkli bitkilər, indi bir dənə çiçəkli bitki seçirik, onun çoxalmasını şagirddə öyrədirik də, düz deyilmi? Aha, bu gün biz Bəli. deyək ki, hansı çiçəkli, hamısını ümumi şəkildə keçirik İrani müəllimə, yoxsa məsəl üçün sırf mövzumuz olur bir Yox, bitki ayrı-ayrı. Ay, sağ ol. Məsəl üçün bir bitki adını deyək. Bəli, ayrı. Bizim bircəklərdən tutmuş çox taxıllar fəsiləsi nümayəndələri ümumiyyətlə həmin fəsilərin nümayəndələrindən söhbət gedir. Spesifik Belə. deyəcək, aydın şəkildə ki, uşaqlar, məsəl üçün, bu gün biz taxılın çoxalması haqqında öyrənəcəyik. Yəni sonda taxıl bitkisi necə çoxalır, necə çoxaltmaq olar, Bəli. həyatda bizdə harda lazım. Hansı üsullarla? Bəli. Aha, bunu öyrənəcəyik. Bax, bu 45 dəqiqə ərzində bunu öyrənəcəyik. Uşaqlardan soruşa da bilərik ki, yəni aydındırmı onlar nə öyrənəcəkdilər? Yəni yoxsa ki, hansı iş üsulundan istifadə eləyəcəm, hansı bu məqsəd deyil. Məqsəd şagirddə formalaşdırılacaq bilik və bacarığın məzmunudur. Bunu bəli. aydın şəkildə şagirdə Bilik və demək. bacarıqların vacibdir. məzmunudur. Bircə dəqiqə. Bəli. Aha. İrani müəllimə, yəni ki, məqsədi demək önəmli deyil. O Bəli, qədərdir. müəlliməm. Təkcə demək Aydın önəmli oldu, deyil. değil mi? Bəli, əsas məsələ məqsədin tam şəkildə şagirdlər tərəfindən anlanılması, anlatılmasıdır. Aydın oldu. Keçəcəyimiz nə üzrə? Bəli, Bəli. Belə. bəli. İrani müəllimə. Çox sağ Aydındır olun. müəllimə. Təşəkkürlər. Təşəkkür. Bir də bilirsiniz nə? Ümumiyyətlə Sağ olun müəllimə. siz sağ olun. Bəli. Sualı ünvanlayanda, bax, sualı Hı. ünvanlayanda suala sona qədər qulaq asırıq. Və yaxud da ki, cavab verəndə Sonra dəqiq cavabı verməyə çalışın. çalışın sualın dəqiq cavabını verək. Və necə deyim, Bəli. orada da birdən ki, sizdən nə isə soruşarlar, çalışaq sona qədər sualı dinləyək, qulaq asaq, ondan sonra cavablandıraq. Yəni yarımçıq kəsib cavablandırmaq. Yaxşımı? Yəni bu zaman tam şəkildə bizə aydın olacaq ki, bizdən nəyi soruşurlar. Sonra
İlhamə müəllimə, hazırlıqmı? Salam müəllimə, bəli. Salam. İlhamə müəllimə, şagirdin məktəbli kitabçasına nə yazırsınız? Hə, məktəbli kitabçasına şagirdim. Elə bil onun dərs vaxtı zəif cəhətlərində yazırıq, rəy yazırıq. Zəif hansı hissədə zəifdir, hansı hissədə məsələn deyirəm ki, bunu dərsi yaxşı mənimsəyib, bəzi hissələrdə zəif, hansı hissədə zəifdir o göstərirəm ki, yəni rəngləməsi zəifdir, biraz gücləndirsin, rəsmi yaxşı çəkir, rəngləmədə zəifdir. Belə yəni rəylər bildirirəm. Yəni konstruktiv rəy yazırıq. Məktəbli kitabçasına konstruktiv rəy yazırıq. Konstruktiv məzmunlu rəy. Yəni şagirdin inkişafa ehtiyacı olan tərəflərini qeyd edirik, vurğuluruq. Lazım olan inkişaf edəcəyi tərəfində yazırıq. Eləmi? Bəli, İlhamə müəllimə dedi ki, biz şagirdin məktəbli kitabçasına konstruktiv məzmunlu rəy yazırıq. Bəs jurnalınız müəllimlər otağında qalarsa nə edərsiniz? Hə, mən yəni ki, özümdə həmişə məsuliyyət hiss eləyirəm, məsuliyyətdəyəm. Yəni ki, tərəflim olmasın. Yəni mən heç vaxt jurnalsız sinif otağına gəlib girmirəm. Bəli. Yəni həmişə fikrimdə olur ki, mən jurnalımı götürüm, sonra sinifə girim. İndi yəni sual verdiyinizə görə ola bilər ki, yəni əgər belə bir hadisə baş verərsə, mən heç vaxt dərsdə şagirdləri yəni öz başına qoyub gedib jurnal dərsə getmərəm. Dərsdə davam edərəm, uşaqların məsuliyyəti çünki mənim boynumdadır. Zəng xəbər yollayaram, koridor növbətçilərinə deyərəm, xahiş eləyərəm mən üçün gedib jurnalı gətirər, texniki işçilərə xəbər yollaya bilərəm, yəni ki, mesaj vasitəsilə də deyə bilərəm. Xahiş edirəm, mən üçün jurnalın bəs müəllimə otağında qalıb, o mən üçün götürür. Yəni, onlar vasitəsilə gətirəcə bilərəm. Ancaq özüm heç vaxt dərsi qoyub, uşaqları başsız qoyub, yəni sinifdə mən gedib müəllimə otağına jurnal gətirmərəm. Yəni, koridor demirik buna, düz deyilmi? Dəhliz. Növbətçi müəllimə, heç dəhliz deməyə növbətçi müəllimə müraciət edə bilərik ki, jurnalımızı gətirsin. Amma ki, yəni müəllim diqqətli olmalıdır. Jurnalı müəllimlər otağında qoyub dərsə getməməlidir. Fənninizin məzmun xətləri hansılardır İlhamə müəllimə? Məndə görsə jurnal vəbşə müəllimə otağında olmasa necə? Deməli, o qoymayıblar da ora. İndi biz tələb Onu da edirik. rəhbərlik aydınlaşdırmalıdır da. Tələb Düzdür. edirik. Amma gəlir, biz müəllimdən günahı tutur ki, hanı sənin jurnalın? Axı jurnal orada yox idi. Müəllim də neynəsin? 45 dəqiqəni boş buraxsın, düşsün ancaq jurnal. İndi o problemləri İlhamə müəllimə demirik. Əslində qalsa, müəllim məktəbə gəlməmişdən jurnallar müəllimlər otağında olmalıdır ki, biz də gələndə götürək gedək də. Düz deyilmi? Və yaxud da ki, indi direktorun otağındadır və yaxud da ki, direktor müəllimin otağındadırsa, onu rəhbərliyi yəni müraciət eləməliyik də. Yəni biz müraciət eləməliyik. İndi yoxdursa bu jurnal mənim. Deməliyik ki, bəli. Hər kəsən. Bəli. Müəllimlər telefonda bildirə bilərik ki, filan sinifin jurnalı bəs müəllimə otağında yoxdur. Kimdədirsə xahiş edirəm, bəs sinifə yolla. Bəli. Yəni belə heç orada o qədər də dərindən olur da xəbər eləyirik ki, elə belədən xəbər eləyirik ki, jurnal yoxdur müəllimə otağında. Kimdədirsə təcili olaraq yerinə qoysun ya da çatdırılsın sinifə. Bəli, doğrudur. Amma belə yəni çox da dərinə getməyəcəyik. Jurnal qalıbdırsa, biz ümumiyyətlə çalışırıq ki, jurnalsız dərsə girməyək. Qalıbdırsa nəzarətçi müəllim. Siz necədir? Burada müəllimdən hansı cavabı almaq istəyir? Görün müəllim uşağı sinifdən harasa göndərirmi? Və yaxud da ki, o 45 dəqiqə ərzində dərsdən kənarlaşırmı, gedir jurnalı özü götürür, gəlirmi? Çünki o 1-45 dəqiqə şagirdə aiddir. Yəni şagirdin əlindən o 45 dəqiqənin 1 dəqiqəsində biz almağa ixtiyarımız yoxdur. Yəni əsas məsələ budur. Jurnal məsələsi deyil. Düz deyilmi? Həm müəllimin məsuliyyəti, çünki biz
gözləntiləri deyirik də, dərs ilin əvvəlindən şagirdlərə məsuliyyətli olun gözləntisinin içərisində nə var? Məktəb ləvazimatlarınızı özünüzlə gətirin. Düz deyilmi? İndi mən də rol modeli olmalıyam, axı nümunə olmalıyam. Yəni mən də özümə aid olan jurnalımdır, illik planlaşdırmamdır, gündəlik planlaşdırmamdır. Həmişə özümlə gətirməliyəm məktəbə, sinifə. Fənnimizin məzmun xəttləri hansıları idi? Cəmiyyət və təsviri incəsənət, təsvir və dekorativ yaradıcılıq, estetik reaksiya. Bəli. Alt standart nədir İlham müəllimə? Alt standart Təhsil alanı? Təhsil alanın aslında mövzu təhsil alanın əsas vacib Bilik bacarıq səviyyəsinə qoyulmuş dövlət tələbidir. dövlət tələbidir. Neçə hissədən ibarətdir? Alt standart 4 hissədən ibarətdir. Yox, 2 hissədən ibarətdir İlham müəllimə. Bilik, fəaliyyət, bilik, bacarıq. Məsələn, deyirəm ki, sürətli oxu bacarıqları nümayiş elətdirir, məsəl üçün. Burada bilik hissəmiz sürətli oxu bacarıqları, bacarıq hissəmiz nümayiş elətdirir. Məsəl üçün, deyək ki, sizdə təsvir incəsənətdir. İsti rəngləri müəyyən edir. Burada bilik hissə nədir? İsti rənglər. Bacarıq hissə müəyyən edir. Müəyyən etməkdir. Alt standart 3 rəqəmli koddur. Təhsil alanların bilik və bacarıq səviyyəsinə qoyulmuş dövlət tələbidir. Yəni, tələb nədir? Vəzifə. Həm müəllimin vəzifəsidir alt standartları reallaşdırmaq. Şagirdin də vəzifəsi odur ki, o alt standartların tələb elədiyi bilik və bacarıqlara yiyələnmək. Diferensial yanaşma nədir İlham müəllimə? Fərdi yanaşmadır, diferensial yanaşma. Hər bir şagirdə fərdi yanaşma, onların səviyyələrinə görə, öyrənmə səviyyəsinə görə yanaşma. Bəli. 3 əsas məqamı nəzərə alırıq. Maraq dairəsi, hazırlıq səviyyəsi və öyrənmə tərzləri. Öyrənmə tərzləri neçə dənə idi? Öyrənmə tərzləri vizualdır, təsviridir. Vizual elə təsvirdir də, şəkil. Görüntü ilə. Vizual, yazıb oxuma. Kinestetik. Vako ilə yadımızda saxlaya bilərik də İlham müəllimə. Vizual, audial, kinestetik və oxuyub yazaraq öyrənmə tərzi. Yadımdan çıxır. Bunu yadımızda saxlayaq. Niyə? Çünki elə dərsdə biz diferensial yanaşarkən şagirdin öyrənmə tərzlərini də mütləq şəkildə nəzərə alırıq. Aydındırmı? Belə İlham müəllimə, çox sağ olun. Biraz da çox çalışaq. Yaxşımı? Yaxşı. Bir də müəllimə bizim də icmallar hazır.